Salam, hər vaxtınız xeyir olsun. Mən Əfsun Abdullayeva. Bugün sizlərə differensial təlim mövzusunun izahını təqdim edəcəm. Differensial təlim nədir? Differensial təlimə sinifdə necə diqqət etməliyik, necə reallaşdırmalıyıq, onu sizə sadə və qısa şəkildə izah edəcəm. Differensial sözünün mənası ilk öncə fərqlilik deməkdir. Sinifdə olan o fərqlilik. Differensial təlim fərqlilikləri nəzərə alan təlimdir. Tamam. Biz bir müəllim olaraq sinifdə o differensial təlimi də tətbiq etməliyik. Biz bunu necə edək, nələrə diqqət edək, gəlin baxaq. Differensial təlim adətən eyni məkanda müxtəlif öyrənmə xüsusiyyətlərinə və tələblərinə görə fərqlənən qrupların olduğu mühitdə tətbiq edilir. Yəni dərs eyni qalır, sinif eynidir, sadəcə şagirdlərin fərqliliklərini nəzərə alırıq. Hansı fərqliliklər? Gəlin baxaq. Differensial təlimin 3 xüsusiyyəti var. Şagirdlərin marağı, hazırlıq səviyyəsi, öyrənmə tərzi. Şagirdlərin marağı hansı fərqliliklər ola bilər? Əlbəttə ki, hər bir şagird fərqli ailədən gəlir və onların öyrənmə tərzləri, maraq dairələri, hazırlıq səviyyələri fərqlidir. Bəzi şagirdlər riyaziyyat fənninə maraq göstərəndə, bəzi şagirdlər texnologiya fənninə maraq göstərir. Aydındır? Yəni biz burada şagirdlərin marağını nəzərə alırıq. Bəzi şagirdlər texnologiya dərsində əl işi hazırlamağa maraq göstərir, bəziləri mövzu oxumağa. Biz şagirdlərin marağını nəzərə alarıqsa, differensial təlimin birinci xüsusiyyətinə də diqqət etmiş oluruq. İkinci, hazırlıq səviyyəsi. Şagirdlər nə öyrəniblər, indən sonra nə öyrənməlidirlər? Hazırlıq səviyyəsi əlbəttə ki, bütün şagirdlərdə fərqlidir. Bəzi şagirdlər dərsi tez qavrayanda, bəziləri gec qavrayır. Yəni onların bilikləri, bazaları, hazırlıq səviyyələri fərqli ola bilər. Biz buna da diqqət etməliyik. Üçüncü, öyrənmə tərzləri. Öyrənmə tərzləri əlbəttə ki, bu da fərqlidir. Çünki hər bir şagird eyni formada öyrənmir. Bəziləri dərsi oxumağa üstünlük verir, bəziləri dərsin şəklini çəkmək istəyir. Bəziləri xəritədən, laboratoriyadan istifadə etməyi sevərkən, bəziləri yazıb oxuyaraq sevir. Öyrənmə tərzləri 4 cürdür. Vizual, yəni gözlə görməyi sevənlər, audial, səsli məruzə edənlər, kinestetik, toxunaraq öyrənən şagirdlər, oxuyub yazaraq öyrənən şagirdlər də bu öyrənmə tərzində yer alır. Differensial təlimin 3 xüsusiyyəti oldu. Şagirdin marağı, hazırlıq səviyyəsi və öyrənmə tərzi. İndi isə keçid alaq differensial təlimin komponentlərinə. Differensial təlimin 4 komponenti var. Məzmun, proses, nəticə və qiymətləndirmə. Məzmun komponenti nədir? Gəlin elə isə baxaq. Məzmun komponenti şagirdə ötürülən informasiyadır. Şagirdlər nəyi öyrənməlidir? Tədris zamanı sinifdə olan şagirdlərin bəziləri məzmunu tamamilə anlamaya bilər. Bəziləri qismən mənimsəmiş ola bilər və bəziləri isə daha yaxşı qavraya bilər. Ona görə şagirdlər üçün tapşırıq hazırlayanda diqqət yetirmək lazımdır ki, bu tapşırıqlar Bloom taksonomiyasının mərhələlərinə uyğun olsun. Xatırlamaq, anlamaq, tətbiq etmək, təhlil etmək, dəyərləndirmək və yaratmaq. Bu, Bloom taksonomiyasının idraki sahənin 6 mərhələsidir. Tapşırıq hazırlayarkən şagirdlərin hər birinin mövzunu daha yaxşı, məzmunu daha yaxşı anlamaları üçün bu Bloom taksonomiyasına da diqqət etməliyik. Məsəl üçün, tolerantlıq nədir sualına cavab verən şagird tolerantlığı əvvəl oxuyub, indi isə izahını verəcək. Yadına salıb onun tərifini verəcək. Tərif dediyi üçün o xatırlama mərhələsindədir. İkinci, tolerantlığın növlərini və onların mahiyyəti, daha doğrusu onların mahiyyəti ilə uyğunlaşdırın. Artıq şagird tolerantlığın nə demək olduğunu anlayır. Daha sonra onun növlərini mahiyyəti ilə uyğunlaşdırır. Şagird anlama mərhələsindədir.
Mədəni tolerantlığı əks etdirən mətni rollu oyun şəklində nümayiş etdirin. Nümayiş etdirmək tətbiq etmənin açar sözüdür. Şagird mətni oxuyur, daha sonra mətni əks etdirən rollu oyun hazırlayır. Mədəni tolerantlığı əks etdirən bir rollu oyun hazırlayır, nümayiş etdirir. Bu da şagirdin tətbiqidir. Məsələn, məzmun deyərkən necə yadımızda saxlamalıyıq? Şagirdlər nəyi öyrənir? Şagirdlərin nəyi öyrəndiyi məzmunda bəlirləyir bizə. Açar söz kimi sadə, geniş, əlavə bilik, mövzu həcmi, bunları biz açar söz kimi götürə bilərik, istifadə edə bilərik. Biz hər hansı bir situasiya ilə qarşılaşdıqda özümüzə bu sualı verməliyik. Nə öyrənir? Şagird nə öyrənir? Məsələn, bir qrup yalnız qaydanı öyrənir, digər qrup qaydanın tətbiq sahələrini də öyrənir. Nə öyrənir? Bəzi qruplar qaydanı öyrənəndə, bəziləri həmin o qaydanın tətbiq sahələrini də öyrənir. Aydındır? Baxın, burada məzmun komponenti reallaşır. İndi isə keçək proses komponentinə. Proses komponenti dərsin şagirdlər üçün düzgün qurulmasıdır. Bəzi şagirdlər fərdi, bəziləri cütlərlə, bəziləri qruplarla işləməyi seçə bilər. Bəzi şagirdlər müəllim ilə fərdi şəkildə inkişaf elədiyi halda, bəziləri məzmunu qarşılıqlı əlaqə ilə daha effektiv mənimsəyir. Diferensial təlim zamanı şagirdlərin marağı da nəzərə alınmalıdır. Proses komponenti bir işin gedişatıdır. Artıq şagirdlər prosesə başlayır. Üsul, yol, hər hansı üsuldan, yoldan istifadə edərək tapşırığı həll etməyə keçid edir, diqqət edir proses komponentində. Yəni şagirdlər necə öyrənir? Necə öyrənir həmin o şagird? Məsələn, eyni mövzu bir qrup üçün video, digər qrup üçün müəllim izahı ilə təqdim olunur. Bir qrup video izahından dərsi anlayır, digər qrup isə müəllimin izahından dərsi anlamağa çalışır. Və yaxud da tətbiq xarakterlidir bu proses komponenti. Oxu materiallarını vizual və sözlə öyrənənlərə uyğun seçir. Eşidərək öyrənənlərə mövzunun səsli versiyasını dinlədir. Kinestetik öyrənənlər tapşırığı bitirmək üçün müxtəlif fəaliyyətlər icra edir. Bəzi şagirdlər qrup işində çalışır, digərləri fərdi şəkildə öyrənir. Baxın, bunlar proses komponentidir, yəni dərsin gedişatı. Ötürülən informasiya məzmunda oldu. Dərsin şagirdlər üçün düzgün qurulması, dərsin artıq bir növ tətbiqi, proses, gedişat həmin o ikinci komponent olan prosesdə yer alır. İndi isə keçid edirik üçüncü komponentimizə, nəticə komponenti. Nəticə komponenti şagirdlərin əldə etdiyi bilik və bacarıqlardır. Yəni sonda əldə etdiyi bilik və bacarıqlar. Şagirdlərin çatmalı olduğu son səviyyə nəticə komponentidir. Burada da açar sözümüz təqdimatdır. Bir növ şagird dərsin sonunda təqdim edir, mövzunu təqdim edir. Audial öyrənən gəlib mövzunu danışır və yaxud da vizual öyrənən şəklini çəkib təqdim edə bilər. Kinestetik öyrənən mövzunu səhnələşdirə bilər. Hər formada təqdim edə bilər. Və bu nəticə komponentidir. Şagirdin çatmalı olduğu son səviyyə. Bəzi şagirdlər mövzunu izah edir, digərləri ümumiləşdirmə aparır. Bir qrup mövzunu izah edir, digər qrup nəticə çıxarır. Bunlar hər biri nəticə komponentində istifadə etdiyim nümunələrdir. Yəni biz burada diqqət etməliyik ki, əsas məqam təqdimatdır. Sonda aparılan təqdimat. Şagird mövzunu anlayır məzmunda, mövzu üzərində çalışır prosesdə, mövzunu təqdim edir nəticə komponentində. Məsələn, proses komponentinə bir misal göstərim sizə. Bəzi şagirdlər qrup işində çalışır, bəziləri fərdi öyrənir. Bunu mən sizə az öncə də misal göstərdim. Baxın, burada artıq şagird öyrənmə hissəsindədir. Mövzunu anladı, indi üzərində işləyərək öyrənir, dərinləşdirir. Bəzi şagirdlər qrup işində çalışır, bəziləri fərdi şəkildə artıq çalışır. Bu
proses komponentində yer alır dərsin əsas mərhələsi, yəni gedişatı. Amma üçüncü mərhələ, yəni nəticə. Şagird mövzunu məzmun komponentində öyrənir, proses komponentində o mövzu üzərində işləyir, mövzunu möhkəmləndirir, nəticə komponentində isə mövzunu nəticə formasında təqdim edir. Audial səsli məruzə edir, vizual şəklini çəkib göstərə bilər, kinestetik mövzunu səhnəcik edə bilər, rol oyun şəklində göstərə bilər. Daha sonra gəlir qiymətləndirmə komponenti. Qiymətləndirmə komponenti nədir? Formativ və summativ qiymətləndirmənin nəticəsinə uyğun olaraq sinifə ümumi rəy bildirmək əvəzinə hər şagirdlə əks əlaqə qurulur. Onların qiymətləndirmə komponenti nədir? Qiymətləndirmə komponenti formativ və summativ qiymətləndirmənin nəticəsinə uyğun olaraq sinifə ümumi rəy bildirmək əvəzinə hər şagirdlə əks əlaqə qurmaqdır. Onlara ayrı-ayrılıqda çətinlik çəkdiyi mövzularla bağlı nəyin üzərində işləyəcəyi barədə konstruktiv rəy verilir. Məsələn, şagirdlərin summativ qiymətləndirmə nəticələrini elan etdikdə biz onlara ümumi rəy verə bilmərik. Hər biriniz yaxşı yazmısınız və yaxud da hər biriniz bu testi çox zəif yazmısınız. Belə deyib keçə bilmərik. Biz şagirdlərə tək-tək əks əlaqə qurmalıyıq. Onlara konstruktiv rəy verməliyik. Anlamadığı məqamları hər şagirdin çətinlik çəkdiyi məqamı ona tək-tək ayrı-ayrı izah edib başa salmalıyıq. Yəni, qısaca şagirdlərə ümumi rəy yox, onlara tək-tək əks əlaqə qurmalıyıq. Bu da differensial təlimin qiymətləndirmə komponentidir. Bu qədər, çox sağ olun.